Müdafiə Nazirliyinin verdiyi məlumata görə fevralın 24-dən 25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu 20 qəsdli təxribat törətmək məqsədi ilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan puskular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəlilənməsinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin Xocavənd, Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə puskuda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində etkilərimiz var. Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Cəbhədə döyüşlər gedir.